Salam. İnsanlar nəyi ilah qəbul edir? İnsanlar nəyi ilah edir? Quran insanların nəyi ilah etdiyini bizə belə buyurur. Cəsiyə surəsinin 23-cü və 24-cü ayələri. Qovulmuş şeytandan Allaha sığınıram. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Allah öz elmi sayəsində onu zəlalətə salmış, qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? Cəsiyə surəsi 23-cü ayədə Rəbbimiz buyurur ki, insanlar nəfslərinin həvasını ilahiləşdirir. Yəni insanların ilahiləşdirdiyi şey, ilah elədiyi şey öz nəfslərinin istəkləridir, arzularıdır. İnsan öz nəfsinin istəyini, istəklərini, arzularını ilah etdikdən sonra, ilahiləşdirdikdən sonra nə olur? Qulağı, qəlbi möhürlənir. Gözünə pərdə çəkilmiş olur. Yəni insan öz nəfsinin arzu və istəklərini özünə ilah etdikdən sonra möhürlənmiş olur. Artıq o möhürlənmiş kəs Allahın ayələrinə qarşı, kitabına qarşı, sözünə qarşı, kəlamına qarşı kar olar, kör olar. 24-cü ayəsində Rəbbimiz belə deyir. Onlar dedilər, həmin o nəfslərinin həvasını özünə ilah eləyənlər dedilər, həyat ancaq bizim dünya həyatımızdır. Bax, bir fikir qoyurlar ortaya. Öz nəfsinin həvasını ilah eləyəndən sonra ortaya bir fikir qoyur. Deyir ki, bizim həyatımız ancaq bu dünya həyatıdır. Kimimiz ölür, kimimiz də doğulur. Yəni birimiz ölür, birimiz doğulur. Bizi öldürən ancaq zamandır. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Öz nəfslərinin həvasını və yaxud ki, həvalarını özünə ilah eləyəndən sonra insanlar möhürlənir, gözləri, qulaqları möhürlənir. Nəyə qarşı? Allahın kəlamına qarşı. Və onlar başlayırlar ortaya öz zənnlərin qoymağa. Yəni zənn olan fikirlərin qoymağa. Məsələn, deyir ki, bizi deyir öldürən zamandır. Birimiz doğulur, birimiz ölür. Bu dünya həyatından da başqa bir həyat yoxdur. Yəni axirət həyatı yoxdur. Bir daha dirilən deyilik. Yəni insanlar bilmirlər, əslində ilahiləşdirməni, ilah qəbul etməyi özlərindən kənarda axtarırlar. Amma əslində insanların çoxunluğu özü də bilmədən öz nəfslərinin həvalarını özlərinə ilah etmişdir. Və belə ayələrdən biri də Furqan surəsinin 43-cü ayəsidir. Qovulmuş şeytandan Allaha sığınıram. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Demək ki, iman edən bir kəs üçün öz nəfsinin istəklərini, yəni həvasını, həva yəni istək, arzu, o istək və arzu ilə bağlı yaranan fikirlər isə zəndir. Gördünmü deyir. Bunu Rəsuluna xitabən deyir və hər kəsə aiddir. Həm Rəsula aiddir, həm də bütün iman edənlərə aiddir ki, Rəsul və iman edənlər öz nəfslərinin həvasını ilah edənləri gördünmü deyir. Yəni görə bilirlər. Görə bilirlər ki, bu insanlar öz nəfslərinin arzu və istəklərini özlərinə ilah qəbul ediblər. İlah qəbul etməkləri ilə bərabər bunlar möhürləniblər. Və möhürlənmiş bu insanlar ortaya fikirlər qoyurlar ki, bu fikirlər də onların zənnidir. Ayədə nə deyir? Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillik edəcəksən. Yəni belə insana heç kim vəkillik edə bilməz. Ümumiyyətcə iman edənlərin vəkili Allahdır. Allahı vəkil tutmaq nədir? Allahın sözü ilə. Yəni kitabla hərəkət eləmək Allahı vəkil tutmaqdır. Və sizə bu məsələni başa düşməkdən ötəri bir ayə də xatırladım.
Qəssas surəsinin 38-ci ayəsində qovulmuş şeytan Allah'a sığınan Firon deyir. Firon dedi: Ey əyanlar, mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman, mənim üçün palçığın üzərində od qala və bir güllə düzət ki, Musanın ilahının yanına qalxım. Mən həqiqətən də onu yalançılardan hesab edirəm. Firona görə Musa yalancıdır. Firon qorxur ki, Musa onun dinin dəyişdirər. Və dinin dəyişdirdikdə nə olur? Fironun böyük imkanlardan əli çıxmış olur. Və Firon bu dindən nədir? Özünü ilah görür. Yaxşı, Firona nədir ki, sən ilahsan? Firon necə o qənaətə gəldi ki, o ilahdır? Firon öz nəfsinin həvasını özü də bilmədən öz nəslində ilah qəbul edib və onun nəfsi ona fəsfəsələr verir ki, sən ilahsan, sən bu insanların ilahısan. Ayə hansı surədir, hansı ayədir yadımdan çıxıb, bir ayədə də Firon deyir ki, mən sizin Rəbbinizəm. Demək, Fironun nəfsi Firona fəsfəsə eləyir ki, sən bu toplumun ilahısan, sən bu toplumun Rəbbisən. Və Firon da ortaya fikir qoyur ki, mən sizin ilahınızam, Rəbbinizəm. Əslində Firon özü də bilmədən öz nəfsinin həvasını, yəni istəklərini, arzularını özünə ilah eləyib. Özü həmin o nəfsinin həva və istəkləri olan ilahın demək ki, əsas alaraq ortaya da fikir qoyur ki, mən sizin ilahınızam, Rəbbinizəm. Yəni ortaya öz zənnin qoyur. Çünki Firon öz nəfsinin həvasını özünə ilah qəbul etməklə möhürlənmiş və möhürlənmiş Firon ortaya da öz zənnlərini qoymuş. Nədir onun zənni? Mən sizin ilahınızam. Mən sizin Rəbbinizəm. Əslində Firon öz nəfsinin həvasını, öz nəfsini özünə ilah edibdir. Yəni insanların Qurana görə və ən doğrusu da Qurandır. Qurandan başqa ilahi olan bir kəlam, doğru bir kəlam yoxdur hal-hazırda. Quran deyir ki, siz öz nəfslərinizin həvalarını ilah edirsiniz. Yəni sizin ilahlarınız sizin nəfslərinizin həvalarıdır. Əslində isə sizin ilahınız kimdir? Aləmlərin Rəbbi olan Allahdır. Amma siz aləmlərin Rəbbi olan Allahı ilah olaraq, Rəbb olaraq qəbul etməmişsiniz. Bunu dildə deyir çoxunuz. Özünüz də bilmədən öz nəfsinizi özünüzə ilah etmişsiniz. Və yaxud da ki, öz nəfsinizin həvasını özünüzə ilah və Rəbb eləmişsiniz. Xəbəriniz isə bundan yoxdur. Eyni ilə, məsələn, biz bunun üçün örnək verə bilərik. Demək, Sad surəsində İblis deyir ki, Allah buyurdu, ey İblis, sən mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin. Bəli, təkəbbür göstərir. Yoxsa özünü yüksək tutdun. İblis dedi, mən ondan daha xeyirliyəm. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın. Yəni, İblisin özü də öz nəfsinin, İblisə fəsfəsə verən, İblisi sonra şeytanlaşdıran, nəfsinin həvasını özünə ilah qəbul edibdir. İblis isə bunun şuurunda deyildir. Yəni, İblis öz nəfsinin həvasını özünə ilah qəbul edib, İblis möhürlənib və İblis ortaya öz zənnin qoyur. Nə qoyur? Deyir ki, mən, deyir, o palçıqdan yaranıb, torpaqdan yaranıb. Mən isə oddan yaranmışam. Mən ondan xeyirliyəm. Mən ondan üstünəm, deyir. Bunlar İblisin zənnidir. Niyə bu qənaətdədir? Çünki İblis də öz nəfsin özünə ilah qəbul edibdir. Allah Quranda bildirir ki, Allahdan qeyri insanların qəbul etdikləri ilahlar elə o insanların öz nəfslərinin həvalarıdır. Nəfslərinizin həvalarından qorunun, sizin Rəbbiniz aləmlərin Rəbbi olan Allahdır. Eləcə də sizin ilahınız da aləmlərin Rəbbi olan Allahdır.
Allaha əmanət olun.